Salam dəyərli şagirdlər, bu videomuzda səhifə 15-in izahına baxırıq. Onlayn dərslərimizə qoşulmaq üçün ekranda gördüyünüz bu nömrəyə yaza bilərsiniz. 050 776 49 44. Kanala da abunə olun, videolarda bəyənin, paylaşın. Şərhlərdə də öz fikirlərinizi bildirin, öyrənib öyrənmədiyinizi deyin, biz də bilə görə hələ necə öyrənə bilirsiniz yoxsa yox. Vaxt itirmədən keçək sualların izahına. Deməli 6-cı çalışma ilə başlayırıq. Yenə hər videoda dediyim kimi mənim dərslərimdə, mənim videolarımda köçürmənin qarşısını almaq üçün bütün suallar da bir-bir izah edilmir. Əsaslar izah edilir, onların kopyası, nümunəsi, oxşar nümunələri isə özünüzün ixtiyarına buraxılır, özünüz həll etməlisiniz. Öyrənmə bu şəkildə baş verər. Özümüzü aldatmayaq. Başlayaq. Surəti məxrəcə bölməklə kəsri dövrü onluq kəsr şəklində yazın. Aha, indi başlayırıq yazmağa. Məsələn, A bəndinə baxıram. 2 bölünsün 9, düzdürmü? 2-ni 9-a böləndə, bax yazıram. 0 tam var, düzdürmü? 0 tam var. 0 tam var. Yazdım, 0-ı 9-a vurdum, elədir 0. 2-dən 0 çıxanda qaldı belə. 2. Sonra bir dənə 0 atdım, elədir 20. 20-nin 9-un 9-un isə 2 dəfə. 2 9-un 18. Bax fikir ver, 20-dən 18 çıxanda yenə də 2, yenə də 0, yenə də 20-nin 9 2 dəfədir. Deməli bu dövr edəcək. Yaxşı. Bunu bu şəkildə yaza bilərik. Elə bil 0 tam dövrdə 2. 0 tam mötərizədə 2 yazdıq. Aydın oldu mu? Bax bu şəkildə yazırıq. Məsələn D variantına baxaq. 45-də 23. 45-də 23-ü necə yazacağam mən? Bax yazıram burada. 23 bölünsün 45. İndi diqqətlə mənə qulaq asın. İndi şagirdlər, siz adətən bax belə suallar, belə çevirmələri siz yalnız və yalnız şeylə yaza bilərsiniz. Yəni çubuqlu bölmə şəklində yazsaz daha effektivdir, daha yəni uğurlu şey ola bilər də. Yəni cavabları o şəkildə tapmaq daha məqsədə uyğundur. Gəl baxaq. 23-ün içində 45 neçə dəfədir? 0 dəfə. 0-ı 45-ə vurdum, nəsə elə də 0. Yazdım bura 23. Bir dənə də 0 atdım, əldə 230. 230-un içində 45 necə dəfədir? 5 dəfə düşür də, 225 eləyir. Düzdürmü? 225 eləyir. Aha, indi yazaq. 225-i yazaq. Bir dəqiqə, yəni diqqətlə yoxlayaq. 45-i vurdu. Hə, 225 eləyir. 225 eləyir. İndi 230-dan 225 sana qalır 5. Bir dənə 0 atdım, elədi 50. 50-in içində 45 necə dəfədir? Bir dəfə. Biri vurdum 45-ə. Elədi 45. Yenə də 50-dən 45 çıxanda 5. Bir dənə 0, 50. 50-in içində 45 necə dəfə? Bir dəfə. Aha, gördüm ki, 0 tam onda 5, bir də dövr edən 1-lər var. Yazıram 0,5 dövr edən 1. Yəni 0 tam onda 5 dövrdə 1 şəklində deyilə bilər. Yaxşı. İndi burada bir dənə çətin, məsələn, C variantı var. C variantına da baxaq. Yəni 111-də 80. Yəni 80 bölünsün 111 kimi də bunu biz göstərə bilərik. Bu da maraqlı suallardandır. Bir dəqiqə lövhəni mən yeniləyim. Aha, lövhəni yeniləyim. O ağ hissədə göstərəcəm sizə. Yəni sualın üstündə. Aha, C variantına biz baxırıq. Deməli 80 böl 111 yazıram. 80 bölünsün 111. 80-in içində 111 neçə dəfədir şagirdlər? 0 dəfə. 0 vurdum 111 əldə 0. Gəldi bura 80. Bir dənə də artırdım əldə 800. İndi uşaqlar 800-ün içində 111 neçə dəfədir? Təbii ki 7 dəfədir şagirdlər. Neçə dəfə oldu? 7 dəfə. 7-ni 111-ə vura neçə edəcək? 777. İndi bir-bir yoxlayaq. 800-dən 777-ni çıxacam. Ondan 7 çıxanda 2. Daha doğrusu üzr istəyirəm. 3. 9-dan 7 çıxanda 2. Orada qaldı burada. Deməli 23. İndi bir dənə vergül bura artırıram. Eləyirəm 230 elədim buna. Düzdürmü? 230. 230-un içində 111 neçə dəfədir? 2 dəfə olar da. 111-i 2-yə vuran neçə edəcək? 222. Bunu buradan yazıram. Elə bil 230 çıxılsın 222. Yaxşımı? Bu da neçə eləyir? Eləyəcək 8. Yaxşı, elədi 8. İndi mən bunun davamını buradan yazıram da. 8 eləyir, düzdürmü? 8 eləyir, bir dənə 0 artırdım. Gördüm 80-in içində 111 neçə dəfə oldu? 0 dəfə oldu, 0 dəfə. Təzədən ona görə bir dənə də 0 artırıram. 800-ün içində 111
neçə dəfədir? Yenə də həminki qayda. Neçə dəfə olur? 7 dəfə olur. 7-dən təzədən 111-ə vuranda neçə eləyəcək? 777. Təzədən buradan 23, 230, 230-un içində yenə də 2 dəfə. Yenə də bu şəkildə gedəcək. Elə bilirsiniz necə? 7 2 0, 7 2 0, 7 2 0. Bu şəkildə gedir. Deməli bu dövr elədi, düzdürmü? Deməli burada dövr eləyən nə olur? 0 tam dövrdə 720. Yaxşı, 0 tam dövrdə 720. Elə bil 7 2 0, 7 2 0 təkrarlanır. Yaxşı bir fikir ver. 7 2 0, 7 2 0-dan bir təkrarlanır. Və salam. C variantında sualı bu şəkildə yazıldı. Əsas oda qaydanı öyrətdim sizə. Buradan da neçə dənədir? 7 dənədən ən azı 3 dənəsini dedim sizə. Hər biri bu qayda ilə yazılacaq. Yəni narahat olmağa dəyməz. Siz gəlin F variantını izah edeyim. F variantını deyim. Qoy F variantı heç bir qaranlıq qalmasın. Birinci səfərdə öyrənsiniz bu mövzunu. Qoy yazaq. F variantını da yazacağam. F variantına da baxaq. 26 bölünsün neçə? 99. Aha. İndi 26-nı 99-a bölmək üçün bu şəkildə yazacağam. Başladıq. 26 bölünsün 99. 26-dan 99 necə dənədir? 0 dənə. Deməli, buraya eləyəcək 0, 26, 260. 260-ın içində 99 2 dəfədir. Yaxşı. Eləyəcək 180 üstəgəl 18, 198 edəcək. Düzdürmü? 198 eləyəcək. 260-dan da 198 çıxana neçə eləyir? Eləyir 62. 62-də bir dənə 0 gətirəm buraya. 620 içində 99 neçə dəfədir? 6 dəfədir, düzdürmü? 6 dəfədir. İndi 99-u təzədən 6-ya vururam. Deməli, 90-ı vursam 6-ya 540, üstə gəl 54, 594. 594 yazıram bura. Biraz görünməz, indi eybi yox, üzrü sayın. 594, burada da nə qalır? 26. Təzədən, aha, 0. 26-ın içində təzədən neçə nədir? 260-ın içində neçə 99? 2 dəfə. Bu şəkildə gedəcək. 2, 6, 2, 6. 2, 6, 2, 6 şəklində bu dövr edəcək. Deməli, siz bunu əgər videonu saxlayıb özünüz də yaza bilsəz, görəcəksiniz ki, dövrdə 26 eləyir. Yəni 0 tam dövrdə 26. Bax, uşaqlar, fikir verin. İndi mən sizə bir dənə sual verirəm. Sizcə burada dövrə qədər başqa bir rəqəm var? Xeyr, dövrə qədər başqa bir rəqəm yoxdur. Çünki də olduğu kimi dövr edir. 0, 2, 6, 2, 6. Yəni, bu da belə oxunacaq. 0-dan dövrdə 26. Vəssalam. Hər bir nümunəsini göstərdim. İndi belə bir sual var. Diqqətli olun, qayda var. Adi kəsirin onluq kəsirə çevrilməsində dövr 9 olan kəsir alınmır. Yəni, heç vaxt dövr 9 ola bilməz. Belə bir şey ola bilməz. Məsələn, 9, 9, 9, belə bir şey ola bilməz. Bunu bir qayda kimi yadınızda saxlayın. İndi niyə ola bilməz, onu mən sizə izah edəcəm. Gələcək dərslərimizdə dövrü onluq kəsirləri adi kəsirə çevirəndə o hissədə haqqında danışarıq, ətraflı məlumat verərəm sizə. İndi 7-ci suala baxaq. Deyir, qarışıq ədədi onluq kəsirə çevirin. Bu da həminki qaydadır. Bunu biz keçən sinif 6-cı və 6-cı sinifdə də bu haqda məlumatımız var. Qarışıq ədədi onluq kəsirə necə çevirmək olar? Bunun üçün tam hissəni saxlayırıq ayrılıqca, kəsiri onluq kəsirə çeviririk. Gəl baxaq, indi bu günləri nəyə görə bunu var? İndi biz bu gün elə bir kəsirlər alacaq, onluq kəsirlər alacaq ki, o sonsuz dövrədən onluq kəsir olacaq. Yaxşı, məsələn, nümunədə verildiyi kimi 4,11-də 2, 4,11-də 2, 4 dövrdə 18-ə bərabərdir. Yaxşı. Məsələn, A variantında dövrdə alınmayacaq. Sonlu onluq kəsirlər. Çünki məxrəcinin ixtisar olunub axıra qədər də ixtisar olunmayan kəsirdə. Məxrəcində 2 və 5-dən fərqli bir ədəd yoxdur. Yəni, yalnız 2 var. Ona görə bunu asanlıqla, yəni biz nə edə bilərik? Onluq kəsirə çevirə bilərik. Yəni, 7 bölünsün 16 kimi də yaza bilərik. 7 bölünsün 16 kimi də yaza bilərik. Çubuqlu bölmə kimi də yaza bilərik. Əslində bunu çubuqlu bölmə kimi yazsaq daha yaxşı olar. Ya da mən uzun çəkməsin deyə onu göstərmirəm. Amma bunu bölsək, bu şəkildə edər. 0 tam 10.000-də 4375 eləməlidir. Hə, yəni bunu bu şəkildə yazsaz çevirə bilərsiniz. Yəni necə çevirərəm? 7-ni bölərəm 16-ya. Yaxşı, 7-nin içində 16 neçə dəfədir? Yəni 4 ilə işim yoxdur, 4 tam yoxdur. Mən 16-da 7 kəsirini çevirirəm.
Eləyir 0 tam. Düzdür? 0. İndi 0 bu alacağım cavabı 4-ün üstə gəlib burada yazıram. Bu belə bir şey alınmalıdır. İndi görə alınır yoxsa yox. Baxaq, əlbəttə ki alınacaq. Yoxlayırıq. 0 dəfə alındı. İndi bunu bir dənə 0 artırdım, oldu 70. 70-in içində 16 neçə dəfədir? 70-in içində 16 4 dəfədir. Yaxşı, eləyir neçə? 64. Burada qaldı 6. 0 atdım. 60-ın içində 16 neçə dəfədir? 3 dəfə. 16-nı 3-ə vuranda neçə eləyir? Eləyir 48. Burada qaldı 12. Bir dənə daha artırdı, atdım. Elədi 120. 120-in içində 16 neçə dəfədir? Uşaqlar, 7 dəfə. 16-nı vuranda 70, o da 42, 112. Qaldı burada neçə? 112 elədi 8 qaldı, düzdür? Elədi 80. 80-in içində 16 neçə dəfədir? 5 dəfə. 50, o da 30, 80. Qaldı 0. Deməli tam bölündü. Gördünüz? Və bu şəkildə göstərdim. Hə, indi burada bəzi elə bir suallar var ki, bunu onluq kəsir şəklində nə etmək olmayacaq? Sonlu onluq kəsir şəklində göstərmək olmayacaq. Dövrü, sonsuz dövr olacaq. İndi məsələn, baxaq C bəndinə və yaxud hansına baxaq? C bəndinin dairəsində yaza bilərik. C bəndini yazaq, sonra bir dənə də F bəndini yazarıq. Yaxşı, bir dənə də Y bəndini yazacağam. Aha, indi baxaq. Baxaq görə hələ necə yaza bilərik. Burada elə bil biz 11-i 18-ə böləcəyik. Yaxşımı? 11-i 18-ə böləcəyik burada. 3 tamdan işim yoxdur. Bunu mən bu şəkildə görürəm. Elə bil 11 üstə gələn 3 üstə gələnsin 18-də 11. Düzdürmü? İndi bunu yazıram bura. Nətər yazaq? 11 böl 18 kimi yazıram. 11 bölünsün 18 kimi yazdım. Elə də 0 tam. Gəldi bura 110. Düzdürmü? 110 için 18 neçə dəfədir? 6 dəfə olar da. 60. O da 48 eləyəcək 108. Burada qalacaq neçə? 2. 20 için də 18 neçə dəfədir? 1 dəfə. 1-i 18-ə vurdum, təzədən 18. 18-dən 20 çıxanda qaldı 2. Yenə də 20. Yenə də 20 için 18 1. Bax gördünüz dövr elədi. İndi 3 tamın da üstə gəlirəm. Bu həmin bu ələdir. 6 dövr edən birlər. Bu birlər dövr edəcək. Yaxşımı? Birlər dövr edir. Görürük ki, ancaq dövr gedir. Bunu da bu şəkildə yazarım. 3,6 dövrdə 1. C bəndini bu şəkildə yazdıq. İndi baxıraq, hansı bəndə baxaq? Y bəndinə baxaq. Görək hələ Y bəndində bizə nə deyir? Y bəndində 16 tamdan işimiz yoxdur. Biz nə etməliyik? 13-ü 45-ə bölməliyəm. Yaxşı, 13-ü 45-ə bölməliyəm. Yazıram 16 tam üstə gələnsin 45-də 13. 13-ü də 45-ə bölmək üçün bu şəkildə yazacağam. 13 bölünsün 45. Yaxşı. Bölünsün 45 kimi yazdım. Baxaq. Diqqətlə qulaq asaq mənə. Yaxşımı? 0 tam. 130-un içində 45 neçə dəfədir? 130-un içində 45 2 dəfə eləyir də. 2 dəfə eləməlidir. Çünki 3 dəfə olsa 135 olar. Yaxşımı? 2 dəfə eləyir. O da eləyəcək 90. 130-dan 90 çıxanda neçə eləyir? Eləyir 40. Bir dənə sıfatım eləyir 400. 400-ün içində 45 neçə dəfədir? 8 dəfədir şagirdlər. Yaxşı, 8 dəfə. 8-i də 45-ə vuranda neçə eləyəcək? Eləyəcək 320, o da 40. 360. 360 burada qaldı 40. Yenə də bir dənə 0, 400. 400-ün içində 45 neçə dəfədir? 8 dəfə. Gördünüz, o şəkildə dövr eləyir. Yəni bu 0 tam 10-da 2 dövrdə 8-dir. Bir də bunun 16 tamı var idi. Onu da yazıram. 16 tam 10-da 2 dövrdə 8 kimi yazıla bilər. Vəssalam. Bax bu şəkildə yazdım, getdim. Yaxşı. Bəli, bu şəkildə yazdıq, getdik. İndi lövhəmizi yenidən təmizləyək. Sonra indi F variantına da baxaq. Görək F variantında bizə nə deyir? F variantı yenə də həmin eyni qayda ilə gedəcək. 125 tam 9-da 1. Yenə də 125 tamdan işim yoxdur. 9-da 1-i yazıram. Yəni 9-da 1 nə deməkdir? Kəsr xətti bölmə deməkdir. Onu bilirdik. Aha, bircə dəqiqə. Aha, indi baxırıq. 9-da 1-i mən 1 böl 9 kimi yazacağam. 1 böl 9 kimi yazdım. Yaxşımı? 0 tam qaldı burada 10. 0-ı 9-a vur, təzədən 1-dən çıx. 1 ilə 1 başa yazıram 10. 10 üçün 9 isə 1 dəfə. 1 9-un 9. 10-dan 9 sonra 1, təzədən 0. 10 üçün 9 isə 1 dəfə. Bax bu şəkildə ta ki sonsuzluğa kimi gedəcək. Yəni o da 0 tam dövrdə 1-dir. 125-in üstə gələndə 125 tam dövrdə 1 kimi göstərmək olar. Vəssalam.
Bitdi. Aha. Bircə dəqiqə üzr istəyirəm. Bir dənə su içirəm burada mən. İndi baxaq şagirdlər. Yadda saxla. İstənilən rasional ədədi sonlu onluq kəsir və ya sonsuz dövrü onluq kəsir şəklində yazmaq olar. Düzdür. Hər bir tam ədədə və ya sonlu onluq kəsirə dövrü sıfır olan sonsuz dövr onluq kəsir kimi baxmaq olar. Bəli, istənilən bir rasional ədədi sonlu onluq kəsir və ya sonsuz dövr onluq kəsir şəklində yazmaq olar. Bu fikir doğrudur. Necə? Bax, məsələn, 5 səncə sonsuz dövrü kəsir kimi necə göstərmək olar? Bax, bu şəkildə göstərmək olar. 5-in yanında 0 yaza bilərsən. Yəni necə? 5 tam dövr edər 0, 0, 0, 0, 0. Bu yenə də 5-ə bərabərdir. Aydın oldu. Məsələn, 2 tam %43-ü sən bu şəkildə yaza bilərsən. 2 tam 43, 0, 0, 0, 0, 0. Bu şəkildə gedə bilər. Yəni, söhbət bundan gedir. Yəni, sən 0 tam 10-da 3 demək, 0 tam 10-da 3 demək, 0 tam dövrdə sıfırlar demək. 0 tam 10-da 3 dövrdə 0 deməkdir. Amma 0 tam 10-da 3 ilə 0 tam dövrdə 3 fərqli ədədlərdir. 0 tam dövrdə 3 isə belədir. 0, 3, 3, 3, 3. Bunları bayaq müqayisə eləməyi öyrətdim. Təklik mərtəbəsi 0-dır. 1/10 mərtəbəsi 3-dür. 1/1 mərtəbəsi bu aşağıdakı ifadədə daha böyükdür. Yəni, bu 3-dür, bunda isə 0. Deməli, 0 tam dövrdə 3, 0 tam 10-da 3-dən böyük olacaq. Bu kəsirləri bu şəkildə müqayisə eləmək lazımdır ki, adi kəsrə çevirib falan müqayisə etmək çox, yəni vaxt itkisidir və lazımsız metoddur. Ona görə ən gözəl metod bu şəkildə müqayisə etməlidir. Nəyə görə icazədir? 8-ci çalışmamız müqayisə üstündədir. İndi ona baxacağıq. Başlayaq. Deyir 1/10-2 böldü, yoxsa 1 tam dövrdə 2. Bax şagirdlər, 1 tam 10-2 bu şəkildədir. Bunun ürəyimiz istədiyin qədər 0 əlavə eləyə bilərik. İstənilən ədədin sonuna. 1 tam dövrdə 2-də isə onu eləyə bilmərik. Bu özü deyir ki, ay şagirdlər, bu dövr 2 onsuz da dövr eləyir də. Tamları eynidir. 1/10 mərtəbələri 2-dir. Burada isə 0-dır, burada isə 2-dir. Deməli bu daha böyükdür də. Aydın oldu? Bu daha böyükdür bundan. 1 tam dövrdə 2, 1 tam 10-da 2-dən daha böyükdür. Yaxşı. Bəli, bu şəkildə biz müqayisə edə bilərik. Aydın oldu? Həmçinin bu ədəd oxunda da göstərib. 1/10-1, 1/10-2 özü buradadır. 1/10-2 ilə 1/10-3-ün arasındadır 1 tam dövrdə 2. Deyir, ədədlərinin təkliklər o 10/1-lər mərtəbəsindəki rəqəmlər bərabərdir. Bax, mən dediyimi deyə görürsünüz. 100%-lər mərtəbəsindəki rəqəmlər müqayisə olunur. Yəni, bu eynidir, bu da eynidir. Artıq burada 100%1 mərtəbəsi nə oldu? Böyük oldu. Deməli, onun müqayisəsini artırdı. Yəni, bu bundan böyükdür. Yəni, 1 tam dövrdə 2, 1 tam 10-2-dən böyükdür. Eyni ilə müqayisə edək. A bəndində baxaq. Dövrdə 3 ilə dövrdə 34. Bax, fikir ver, bu 3 3 gedir. Tamları və 1/ləri eyni, amma 100%-biri bunun 3-dür, bunun 4-dür. Bunun sonuna 0 əlavə edib baxa bilərsən. Əlavə eləməsən də olar. Avtomatik bilirsən ki, bu bundan böyükdür. Sonra B variantına baxaq. 4 tam 4 2 4 2 1. Bu 1-dən sonra 0 gələcək, amma burada görürsən 1-dən sonra 1 gəlir. Deməli, bu bundan böyükdür. Burada da 7-dən sonra 7 gələcək, amma burada aha, indi bunu göstərir. Hə. Bu diqqətli olaq. Bu C bəndində diqqətli oluram. 6 tam dövrdə 7, bax belə yazılır. 7 7 7 7 getdi. Yəni nə qədər desöz gedir bu. İndi isə burada 6 tam 7 2 7 2 bu şəkildə. Necə müqayisə eləyir? Təklik mərtəbəsi eynidir. Yaxşı. Təkliklər mərtəbəsi eynidir. 1/10 mərtəbəsi eynidir. 100%1 mərtəbəsində bu 7 daha böyükdür. Aydın oldu? Elə bil bu 77-dir, bu 72-dir. Deməli 77 72-dən böyükdür. Bu da bundan böyük oldu. D bəndində özü yazarsınız mən dediyim üsulla. Hamısını göstərmirəm. Ən çətinləri göstərirəm ki, özünüz biləsiniz. Verilənlər arasında yerləşən 3 sonsuz dövrü onluq kəsir yazın. Sonsuz dövrü onluq kəsir. Yəni dövr edən kəsirdən söhbət gedir. Məsələn, A bəndinə baxaq. A bəndi ədəd oxunda 3/5 ilə 4/5 arasındadır. Uşaqlar, bunu 3 dənə sonsuz dövrü onluq kəsir yaza bilərsən. Sən bunu məsələn belə eləyə bilərsən. Bax fikir ver. Məsələn 3 tam dövrdə 5-in özün yaza bilərsən. Çünki yəni 3 tam 5-dən böyük olsun, 4 tam 5-dən balaca olsun. Sonra məsələn öyrətdiyim qayda ilə məsələn 3 tam məsələn belə də yaza bilərdim. Məsələn 3 tam məsələn dövrdə 75. Bax fikir verirsiniz. 3 tam 5-dən yenə də böyükdür. 3 tam dövrdə 75. Sonra məsələn
İndi tamı 4 olan da bir dənə yazaq. Məsələn, 3 tam məsələn, dövrdə 2. 3 tam dövrdə 2 4,5-dən balacadır. Nəyə görə? Üzr istəyirəm, 4 tam dövrdə 2 4,5-dən balacadır. Gəl yazaq. 4 tam dövrdə 2 belə gedir. Amma 4 tam 5-dən sonra 0 gəlir və 4-də indi 5 bundan böyükdür. Gördünüz mü? Bu şəkildə sonsuz sayda. Bizə 3 dənə deyir düzəld. Amma mən buradan sonsuz dənə ədəd düzəldə bilərəm. Nə bilim, 3 tam dövrdə 521. Nə qədər ədəd desəz biz düzəldə bilərik. Yaxşı, və bu şəkildə düzəltmək olar. Məsələn, 2 ilə 3 arasında B variantı var. 2 ilə 3 arasında məsələn nümunə deyim. Məsələn, 2 tam dövrdə 5. Yaxşı. 2 tam məsələn dövrdə 75. Və bu şəkildə nə qədər desəz yazmaq olar. Aydın oldu. İndi D bəndini də göstərəcəm, Y bəndini də göstərəcəm. Bir də onlara da baxaq. Məsələn, 0 tam %32-nin 0 tam %33 arasında belə yaza bilərik. Məsələn, 0 tam 32 yazaram. Məsələn, dövrdə 5 yazaram. Aydın oldu, dövrdə 5 yazaram. Yaxşımı? 0 tam sonra məsələn %32, məsələn dövrdə nə bilim 1 bu şəkildə də yaza bilərik. Yəni nə qədər istəsəz bu şəkildə yazmaq olar. Aydın oldu. 0 tam məsələn 32-də dövrdə 88 nə qədər desəz yazmaq olar. Y bəndinə baxaq. Bir dənə lövhəni təmizləyim, səliqəli olsun. Y bəndinə görə bizə nə deyəcək dəyərli şagirdlərimiz? Y bəndində də baxıram 2 tam dövrdə 1-dən 2 tam 10-da 2 dövrdə 3 arasında məsələn bir ədəd deyək. Məsələn tutaq ki 2 tam dövrdə 12. Dövrdə 12 daha böyükdür bundan. Müqayisə eləyək. Dövr 1 gedir 2 tam dövrdə 1-dən. Amma 2 tam dövrdə 1-də 12 gedəcək. Yaxşı, fikir ver. Bu 2 bu 1-dən böyük olduğuna görə böyükdür. Bu şəkildə yazmaq olar. 1-in bunu yazdım. Sonra 2 tam 10-da 2 məsələn 2 tam 10-da 2 dövrdə 1. Görsən bu bundan balaca, bundan böyükdür. Aydın oldu mu? Bir dənə də sonuncusunu da yazım. 2 tam dövrdə məsələn 2 tam 10-da 1 dövrdə 3. Bu şəkildə də yazmaq olar. 3 dənə belə nümunə yazdım. Əla. İndi 10-cu çalışmaya gəlirik. Doğru bərabərsizlikləri müəyyən edin. Yəni görüm həqiqətən düzgün müqayisə edilib. Məsələn 1 tam dövrdə 4, 0 tam 10-da 1 dövrdə 4, 0 tam %14-dən böyükdür. Bax 1 4 4 gəlir. Bəli, burası 0 gəlir. 3-cü mərtəbə vergüldən sonra 3-cü rəqəm 0-dır, burada isə 4-dür. Demək bu doğrudur. Bəli. Sonra buna baxıram. Bax fikir verin şagirdlərim. 21 gəlir, amma bunun 3-cü mərtəbəsi 2-dir. Bunun 3-cü mərtəbəsi, yəni 3-cü rəqəm 0-dır. Düzdürmü? Deməli bunun işarəsi əksinə olmalıdır. Səhv qoyulub. Səhvdir. Bu doğru bərabərlik deyil, bərabərsizlik deyil. Yəni əvvəldən rəqəmlərə bax. 2 2 2 2. Burada artıq 1 gəlir, burada da 1 gəlir. 3-cü vergüldən sonra 3-cü rəqəm 2-dir, burada vergüldən sonra 3-cü rəqəm 0-dır. Deməli bu bundan böyük olmalıymış, belə olmalı. Deməli bu səhvdir də. İndi buna baxıram. Bax 1 tam dövrdə 6, bu fikir ver. Bu 1 tam 6 6 %66-dır, sonra 0 gələcək. Amma bu 1 tam 10-da 6, 1 tam dövrdə 6 6 gəlir. Bunun 3-cü rəqəmi 6-dır. Deməli bundan böyükdür, doğrudur. Və bundan da balacadır. İkinci rəqəmi bunun 6-dır, bunun ikinci rəqəmi 7-dir. Deməli bundan balacadır da bu. Deməli bu bərabərlik doğrudur. Həqiqətən də doğrudur. İndi dediyim qaydadan siz də 3-cü varianta baxarsınız. Görün, daha doğrusu 4-cü variantı yoxlayarsınız. Hələ görün necə olacaq? O şəkildə olur, yoxsa yox. Yaxşı. O şəkildə yoxlaya bilərsiniz. Yəni mənim dediyim, yaxşıca biraz ilk dərs olduğuna görə biraz çalışdım, çox nümunə göstərim. D variantında özüm deyəcəm, narahat olmayın. Özüm deyəcəm, sonra o birislərdə boş buraxaraq özünüz yazarsınız. İndi buna baxaq. Dövrdə 3 tam %18, 4 tam %18 ola bilər, çox sürətli danışıram deyə 4-ü 3 deyə bilərəm, 2-ni 1 deyə bilərəm. Gərək elə şeylərə fikir verməyəsiniz, çünki danışanda biraz insanın fikri dağılır. 4 tam 10-8, 4 tam dövrdə 18, 4 tam 1. Görək doğrudur, yoxsa yox. Birinci bunu müqayisə eləyirəm. Birinci bir tərəfi müqayisə eləyirəm. Bu 4 tam %18, sonra 0 gəlir. Yaxşı. Bu amma 4 tam %18, %18 yox, üzr istəyirəm. 4 tam dövrdə 18.
Aha, bu yenə də 18 gedəcək. Bu fikir ver, 3-cü rəqəm 0-dır, bunun 3-cü rəqəmi 1-dir. Həqiqətən də bu bundan böyükdür. Düzdürmü? İndi hələ bütöv düzdür demək olmaz. Bir hissəsi düzdür. İndi ikinci hissəsinə baxıram. 4 tam dövrdə 18 kimi irəliləyir. Bu 4 tam onda 1-dir. 1, 1, 1. Fikir versiniz, bunun ikinci rəqəm 8-dir, bunun ikinci rəqəm 1-dir. Bu bundan böyükdür. Deməli, səhv yazıblar da, bu da yanlışdır. Aydın oldu mu? Bəli, bu şəkildə yazıb tamamlaya bilərsiniz. 10-cu çalışmamız da bitdi. İndi biz keçirik sonuncu 11-ci çalışmamıza. Görə bizə nə deyəcək? Deyir ki, verilən rasional ədədləri onluq kəsr şəklində yazın. Verilən rasional ədədləri onluq kəsr şəklində yazın. Koordinat oxunda bu nöqtələrin hansılara uyğun nöqtələr qeyd edilmişdir? Qalan ədədlərə uyğun nöqtələrin yerini koordinat oxunda müəyyən edin. Əla. İndi bizə nə deyir? Deyir ki, burada nöqtələr, rasional ədədlər verilir. Gördünüz, rasional nə idi? A bölü B şəklində göstərilən ədədlər rasional ədədlərdir. Onluq kəsr şəklində yazaq. Təbii ki, bəziləri elə burada hamısı dövr olacaq. Yazacağıq. Sonra koordinat oxunda bu ədədlərin hansılara uyğun nöqtələr qeyd edilmişdir? İndi ona uyğun baxaq. Birinci gəl çevirək. Bax şagirdlər, mən burada sürətli şəkildə deyəcəm. Sürətli şəkildə hər birini deyəcəm. Yəni necə işləmək lazımdır. Yəni bir də vaxt itirib, məsələn, vaxt itirməyəcəm də. Aydın oldu. Siz artıq 5-i 3-ə bölürsünüz də. Artıq siz çevirməyi öyrənibsiniz. 5,3-ü, 5,3-ü. Siz məsələn birinci bir də nümunə göstərirəm. Diqqətlə mənə qulaq asın, yaxşı, diqqət ilə qulaq asın. -5/3, 3/5 daha doğrusu. Yazıram, birinci 5-i bölürəm neçəyə? 3-ə bölürəm. 1 tam düşür. Da 0,4, 1 tam düşür. Burada qaldı 2. Bir dənə 0 gətirdim. Elədir 20. 20 üçün neçə dəfədir? 6 dəfə. 6 üçün 18, təzədən 2, təzədən 0, yenə də 6. Bu şəkildə edir. Bu yəni -1,6-da. Yaxşımı? Bu -1 tam üzr istəyirəm. Dövrdə 6-da. Yaxşımı? 1 tam dövrdə 6. -1 tam dövrdə 6. Sonra uşaqlar 8/9 0 tam dövrdə 8-dir. Da bunu özünüz yaza bilərsiniz. Mən özüm sürətli yazıram ki, sizə göstərmək üçün. Yaxşımı? 0 tam dövrdə 8. Sonra 6-nı 5-ə böləndə bu bir dənə bu bu sonlu onluq kəsirdir. Bu dövrü deyil. Yəni bu da -1/2 eləyəcək. 1 tam 10/2. Da dövr yoxdur burada. Sonra 11-də 9-da 11, yəni 11/9, bu da 1 tam dövrdə 2 edir. Şagirdlər, bunu yenə deyirəm, özünüz çubuqlu bölmə ilə də yazın, dəftərdə göstərin. Mən burada da birbaşa yazıram, vaxtımız çox getməsin deyə. 4/3-ü də 1 tam dövrdə 3 kimi göstərdik. Burada əsas məqsəd ədəd oxudu. Aha, indi göstərəndən sonra baxırıq, diqqətlə baxaq. Bircə dəqiqə mən buranı bir dənə sileyim, bizə mane olmasın. Aha, indi diqqətlə qulaq asaq, zəhmət olmasa diqqətlə qulaq asaq, başlayaq. Dedi, onluq kəsr şəklində yazın. 5-ini də yazdıq. Deyir, koordinat oxunda bu ədədlərdən hansılarına uyğun nöqtələr qeyd edilmişdir? Uyğun nöqtələr qeyd edilmişdir. Məsələn, uyğun nöqtələrə görə hansılar qeyd edilib? Qalın ədədlərə uyğun nöqtələrin yerini qalın ədədlərə uyğun nöqtələrin bir dəqiqə, sualı mən başa düşmədim. Nə deyir burada? Qalan ədədlərə uyğun nöqtələrin yerini koordinat oxunda. Hə, deyir, birinci dəyə görə hansı göstərilib, sonra qalan nöqtələrin yerini koordinat oxunda müəyyən. Aha, əla, başa düşdük. Demək, görə bu 5 dənədən, burada 2 dənə A var, bir də B nöqtəsi var. Koordinat oxunda bu ədədlərin hansına uyğun nöqtələr qeyd edilib? Gəl baxaq. Məsələn, bax, 1 ilə 2 arasında 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 yerə bölünüb. Yəni, məsələn, 1/10. Bax, bura, məsələn, biraz bunu böyüdürəm. Lap böyük görünsün, yaxşı, diqqətlə yaza bilər. Yaxşı, indi baxaq. Bizdə dəqiqə üzrlü sayın. Hə, bunu yaxşı bir dənə şey eləyək. Aha, indi bax, fikir verin uşaqlar. Bu var ha, bu 1/10-dir. Bu isə 1/10-2-dir. Bu isə 1/10-3-dür. İndi fikir verin, görün hələ. 1/10-2 ilə 1/3 arasında buradakılardan hansı uyğundur? Yəni 1/2-dən böyük olsun, 1/3-dən balaca olsun. Təbii ki, bu. Baxın, bu. 1/4-də, 1/4-dəki 1/2-dən böyükdür, 1/3-dən nədir? Balacadır. Gördünüz, dəyərli şagirdlərimiz? Bax, bu şəkildə yazdıq. Aydın oldu mu?
deməli B buna uyğun imiş. Daha doğrusu A bəndi buna uyğun imiş. İndi buna baxırıq. Mənfi 1 ilə biz dəqiqə baxaq. Mənfi 1 ilə mənfi 2 arasında. Yenə də bu mənfi 1/1-dir. Mənfi 1/1-dir. Sonra bu mənfi 1/2-dir. Mənfi 1/2 burada var imiş. Gördük. B bəndində həqiqətən də var imiş. Yaxşımı? İndi diqqətlə qulaq asın. Bax, indi deməli A bəndi, A nöqtəsi budur, B nöqtəsi budur. İndi qaldı digər üç dənənin yerini müəyyən etmək. Bu hansıdır? Bax buna bax. 1/3. 1/3 1/3 ilə 1/4 arasındadır. Yaxşı, 1/3 ilə 1/4 arasındadır. Yəni bax bu aralıqda olmalıdır. Bax fikir ver. Bax görürsüz, bax mausu göstərirəm bax burada. Bu aralıqda olmalıdır. Bunun da yeri müəyyən edilir. Məsələn də bir dənə C nöqtəsi dedim. Məsələn buna bir dənə C nöqtəsi dedim. İndi 0/8. 0/8-də 0/8 ilə, yəni bu nöqtə ilə 0/9-un arasındadır. Yox, üzr istəyirəm, mən 1 göstərirəm. Yox, burada dur. Üzr sayın. 0/8 ilə, bax görürsən 0 ilə 1-in arasında. 0/8 ilə 0/9-un. Çünki 10 yerə bölünür. Bax 0/1, 0/2, 10/3, 10/4, 10/5, 10/6, 10/7, 10/8, 10/9. Dövrdə 8-də 0/8-dən böyükdür, 0/9-dan da balacadır. Yəni onun arasında yerləşir. Yaxşı, buna məsələn bir dənə D nöqtəsi. İndi burada da qaldı mənfi 1/4. Deməli bu mənfi 1 ilə mənfi 2-nin arasında yerləşməlidir. Mənfi 1 ilə mənfi 2-nin arasında yerləşməlidir və dövrdə 6-da mənfi 1/6 ilə 1/2, 1/3, 1/4, 1/5, 1/6 ilə mənfi 1/7-nin arasında yerləşməlidir. Yəni mənfi bu nöqtədə, burada yerləşməlidir. Burada yerləşəcək mənfi 1/6. Mənfi 1/6 ilə mənfi 1/7-nin arasında yerləşir. Eyni ilə bu şəkildə gedir. İndi də toxuna bilirik. Yəni mənfi 1, mənfi 2, mənfi 3 sola doğru bu şəkildə azalır. Əslində azalmada, yəni modulda çoxalır, sadəcə azalır. Yəni sıfırdan məsafəsi çoxalır, amma ədəd olaraq kiçilir də, mənfiyə doğru getdiyinə görə. Yəni əks istiqamətdə gedirik də belə deyək. Məsələn, müsbət 1/7 1/6-dan daha sağda yerləşir. Amma mənfi 1/7 mənfi 1/6-dan solda yerləşir. Yaxşı. İndi bizə nə deyir bu çalışmada? Deyir, rasionala deyir çevir. Rasionalda da onluq kəsə çevirdik. Hansılar nöqtələr, A, B nöqtələr qeyd edildik. Qalanlarında yerini biz özümüz müəyyən elədik. Vəssalam. 15-ci səhifəmizin izahı bu qədər. Təşəkkür edirəm.